Salam şagirdlər, bu videoda Güvən 9-dan Sınaq 14-ün bütün testlərinin izahına baxacağıq. Videonun davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar, Sınaq 14-də birinci sualdan bizə verib kök adda 20 çıxaq 5 bölək kök adda 5 kəsirinin məxrəcini irrasionaldan azad et. Gəlin tərəf-tərəfə bölək. Kök adda 20-ni kök adda 5-ə böləndə qalar kök adda 4, yəni 2 çıxaq 5-i böləcəyik kök adda 5-ə, qalacaq kök adda 5. Cavabımız oldu 2 çıxaq kök adda 5, yəni D variantı. İkinci sualda isə 3x minus 4 bölək x minus 1 üstə gələk x minus 1-də 1 bərabərdir 4. Tənliyini həll edin. Ortaq məxrəc uşaqlar x çıxaq 1-dir. 3x çıxaq 4 üstə gəl 1 bərabərdir 4. Sadələşdirsək x çıxaq 1-də 3x çıxaq 3 bərabərdir 4. Sürətdə uşaqlar 3-ü çıxarsan mötərizə xaricinə qalar x çıxaq 1 bölək x çıxaq 1 bərabərdir 4. X çıxaq 1-ə bölsəm hər tərəf. Alıram 3 bərabərdir 4. Belə bir şey mümkündür? Xeyr, cavabımız olar boş çoxluq. Növbəti sualda isə ABCD trapesiyasının daxilinə çevrə çəkilmişdir. Bu olsun trapesiyamız B, C, D, A. Toxunma hissələri M, bura isə P, bura N, bura isə K'dır. Trapesiyanın daxilinə çəkilmiş çevrə verilmişdir. MN, PK toxunma nöqtələri AM 9, AM bura 9, MB isə 4-dür. MB bura isə 4-dür. Deyir ki, çevrənin radiusunu tap. Deyirdik ki, bir nöqtədən, bax, buradakı A nöqtəsindən çevrəyə çəkilən iki toxunan bir-birinə bərabər. Bu 9-dursa, onda AK da 9-dur. Və B-dən çəkilən BM toxunu ilə BN toxunu bir-birinə bərabərdir. Bu da oldu 4. Bunu bilirik. Bizdən radius soruşur. Tutaq ki, deyək bu radius bu. Əslində hündürlüyü tapsaq, hündürlük bizim diametrdir və o da 2 dənə radius deməkdir. Düzdürmü? 2 vuraq radius. Gəlin görək hündürlüyü necə tapa bilərik. Hündürlüyü buradan çəkirəm. Buradan bura BN məsafəsi 4 olduğu üçün bura bir F yazsa, bu FK məsafəsi də olacaq 4. Deməli, bura nə qalacaq? Yəni AF məsafəsi olacaq 5. Yəni 9-dan çıxdım 4-ə qalıb 5. Bura neçədir? AB məsafəsi isə neçədir? 13-dür. 4-dən 9-un cəmi. Bura 13-dür. İndi 13-ün kvadratından 5-in kvadratını çıxsam, mən hündürlüyü taparam, düzdürmü? 13-ün kvadratından 5-in kvadratını çıxsam, hündürlüyün kvadratını taparam. Hündürlüyün kvadratı bərabərdir 169 çıxı 25, 144. Onda hündürlük neçədir? 12-dir. İndi hündürlük 12-dirsə, radius neçə taparıq? Hündürlük diametr olduğu üçün, o da 2 dənə radius olduğu üçün, deməli hündürlük 2 dənə radiusa bərabərdir. Yəni 2 dənə radius bərabərdir 12-dirsə, onda radius 6 cm-ə bərabərdir. Cavabımız B bəndə olar. Dördüncü sualda isə daxili bucaqlarının cəmi, yəni 180 vuraq n çıxaq 2 deyir 540-dır. Buradan nə alıram? 180, daha doğrusu gəlin 540-ı 180-ə bölək bir oşa. N çıxaq 2 bərabərdir 3, n bərabərdir 5. Deməli, həmin daxili bucaqların cəmi 540 olan qabarıq çox bucaqlı neçə imiş? 5 bucaqlı imiş. Bizə deyir ki, qabarıq çox bucağının diagonallarının sayını tap. Deyirdik ki, qabarıq n bucağının diagonallarının sayı n vuraq n çıxaq 3 bölə 2 idi, düzdürmü? İndi n'imiz nədir? 5 bucaqlıda 5 vuraq 5 çıxaq 3 bölə 2.
Bu neçə eləyər? Deməli 5 vuraq 2 bölü 2 2-lər gedir, cavabımız olar 5. Deməli diaqonalların sayı cavabımız olar D variantı olar 5 dənə. 5-ci sualda isə 40 otaqlı mehmanxananın otaqları 2 nəfərlik və 3 nəfərlikdir. Aha, bu mehmanxanadakı yerlərin sayı 95 olarsa 3 nəfərlik otaqların sayını tap. Tutaq ki, uşaqlar x-i götürək 2 nəfərlik otaqlarının sayı, y-i də götürək 3 nəfərlik otaqların sayı. Biz bilirik ki, x ilə y-in, yəni 2 nəfərliklə 3 nəfərlərin sayı, otaqların sayı 40 dənədir. Düzdür? Və deyir, bu mehmanxana yerlərin sayı, yəni 2 vur x üstəgəl 3 vur y bölüdə yerlərin sayı isə deyir 95-dir. Düzdürmü? İndi buradan gəlin yazıram. X-in əvəzinə yaza bilərəm. Daha doğrusu x bərabərdir 40 çıxı y yaza bilərəm də. Gətirib burada yerinə qoysam 2 vur 40 çıxı y üstəgəl 3y bərabər 95. Niyə y yazım? 3 nəfərləri tapmaq istəyirəm, ona görə y-dən sağdır. Bu tənliyi həll edib cavabı tapacağıq da. Deməli 80 çıx 2y üstəgəl 3y bərabərdir 95. Y bərabərdir 95-dən 80 çıxanda qalar 15. Bizə nəyi soruşurdu? Y, yəni 3 nəfərliyi soruşurdu. Deməli 15 dənə 3 nəfərlik otaq sayı var imiş. Cavabımız olar C. Daha sonra isə 6-cı sualdır. Katetləri 6 və 4 ilə düzəltmənin sahəsini tap. Uşaqlar, düzəltmə tutan sahəsi necə idi? Katetləri hasilinin yarısı idi. Sahəmiz nə olacaq? 2-də 1 dənə, A vuraq H, 4 vuraq 6. 12. Cavabımız D bəndi. 7-ci sualda isə n-in hansı qiymətində bucaq əmsalı 2 olan, yəni k bərabər 2 olan düz xət, 3, 5 və 1 n nöqtəsinə keçər. Deməli bucaq əmsalı 2 düz xət 1 n nöqtəsinə keçər. Uşaqlar, birinci gəlin bucaq əmsalını tuturun yazaq. Bucaq əmsalı k nəyə bərabər idi? Deyirdi, y2 çıx y1 böl x2 çıx x1. Düzdür? İndi bu düsturdan istifadə edəcəyik. K-mız 2-dir. 2 bərabərdir. y2, yəni n çıx y1, yəni 5 bölək x2, yəni 1 çıx x1, yəni 3. Bunu sadələşdirək. N çıx 5 bərabərdir. Bu mənfi 2-dir. Mənfi 2-ni 2-yə bölündür, mənfi 4. Onda n bərabərdir 1. Cavabımız A variantı. Sonra 8-də isə deyir ki, aşağıdakıların hansı cüt ədəddir? 3-ün üstü deyir 16. Təkin üstü cüt dərəcədən həmişə tək edir. Bu heç. Sonra 2-nin üstü 9, üstə gələk 1. 2-nin üstü 9, yəni 2-nin üstü, yəni cüt ədədin üstü tək və yaxud cüt hər zaman cüt edir. Üstünə 1 gələndə hər zaman tək edir. 3-ün üstü 15 vuraq, 5-in üstü 15. Uşaqlar, 3-ün üstü 15-i 5-in üstü 15-ə vuranda əsaslar fərqli, üstlər bərabərsə deyir 15-in üstü 15. İndi təkin üstü tək elə hər zaman tək edəcək. Bu da deyil. Sonra baxaq D variantına. Deyir 3-ün üstü 9, üstə gələk 5-in üstü 15. Uşaqlar, təkin üstü tək hər zaman təkdir. Üstünə tək gələndə. Bu nə edəcək? Üst. Cavabımız olacaq D variantı. 9-cu sualda isə sxema əsasən A ifadəsini tapın. Bizdən A-nı tapın deyir. Necə tapacağıq? Bizə deyir x mənfi 1 olduğunda 0-a bərabərdir. Baxaq, hansı halda mənfi 1 onda 0-a bərabərdir? D variantında, bir də hansı variantda? Burada da mənfi 1 0-a bərabərdir. Qalan hallarda yox. İkisində. Yox, üzr istəyirəm. Mənası olmur burada. Mənfi 1-ə bərabərdir.
Deyir x və mənfi olduqda 0-a bərabər. Deməli, sürətimiz 0 olmalıdır da bu halda. Bu p-dir, yoxsa x-dir? Ha, x-dir. Deməli, diqqət edək, baxın. X-a mənfi 1 desək, sürətdə olacaq nə? Mənfi 1 + 1, 0. Məxrəcdə nə olmağının əhəmiyyəti yoxdur. Bu elədir 0, bu getdi. Qalan hallarda hamısını müsbət edəcək, düzdür? Aha, yəni 0 etməyəcək. Sonra bu bir tərəfə baxsaq, deyir x 0.5 olduqda mənası yoxdur. X-a 0.5 desək, burada y variantına məxrəcə baxın, nə olacaq? 1 çıxar 1, 0. Həqiqətən mənası olmayacaq. Elə birbaşa cavabımız y variantıdır. Yəni x üstə gələk 1 bölək 2x - 1. 10-cu sualda isə uşaqlar, deyir a ədədi x ədədindən 20% çox. A ədədi x ədədindən 20% çoxdur. Yəni x ədədindən 20% çoxdur. X vuraq 120 bölək 100'dür. 1,2x'dir. B ədədi isə 25% azdır. X vur 75 bölək 100'dür. Yəni 0,75x'dir. Deyir A ədədi B ədədindən neçə faiz çoxdur? İndi uşaqlar A ədədinin B ədədindən neçə faiz çox olduğunu necə tapa bilərik? Yazarıq ki, A çıxaq B bölək B vuraq 100. Düzdürmü? Bərabərdir. 1,2x çıxaq 0,75x bölək 0,75x. Bir də vuraq 100. Bu bizə nəyi verəcək? 1,2-dən 0,75 çıxan nə edər? 0,45 düzdür? Bölək 0,75x. Hər tərəfi x-a böldüm. Heç 100'e də vursam 45 bölü 75 vur 100 olur. 75 ilə 45'i 5'e xısalisəm 9 burada qalar. 9 burada qalar. Burada nə qalar? 15. Ha, 900 bölək 15. Bərabərdir. Bu da eləyir 60%. Aha. Cavabımız olar. Varmı cavabda 60? Bəli, Y variantı. Növbəti 11-ci sualda. OS şurası AOB açıq bucağını iki qonşu bucağa ayırır. Deməli AOB. OS isə deyir iki qonşu bucağa ayırır. Aha. Bu tərəfdən ayırır. Niyə? Səbəbini deyəcəm. Deyir ki, iki qonşu bucağı ayırdı. Aha. Deyir ki, AOC-nin COB-yə, baxın, buna olan nisbəti 2'nin 7'dir. Bura 2K'dır, bura 7K. Olarsa COB, aha, çıxaq AOC-ni tapın. Yəni 7K çıxaq 2K'nı tapın. Uşaqlar 5K'nı tapsaq kifayətdir. 2K ilə 7K'nın cəmi 180, yəni açıq bucağı verməlidir. 9K 180 isə K bərabər tapıram 20 dərəcə. Bizə 5K'nı soruşur. 5K'mız nə edəcək? 5 vuraq 20 edəcək 100 dərəcə. Cavabımız Y variantı olar. 12-ci sualda uşaqlar. Nə deyir? Deyir ki, x kvadratı çıxaq x kiçikdir 0'dan. Bir də x, y kvadratı z isə 0'dan böyükdür. Və x, y 0'dan kiçik olarsa aşağıdakilərdən hansı doğrudur? Diqqət edək. Uşaqlar, burada bu heç müsbətdir. Ya x mi? Daha doğrusu. Bu müsbətdir. Bu halın müsbət olması üçün də x də y də eyni işarəli. Daha doğrusu x ilə z eyni işarəli olmalıdır. Və diqqət edək, burada x ilə y isə əks işarəlidir. Onda baxaq. Burada diqqət eləsək, x vuraq. X çıxaq 1 kiçikdir 0'dan. Gəlin belə edək. Belə yazmayaq. X kvadratı hər zaman müsbətdir. Ən pis halda 0'dır. Düzdürmü? 0 ola bilməz. Çünki burada kiçikdir 0 isə 0 nəyə vursa 0. Deməli bu müsbətdir.
X-i çıxanda sıfırdan kiçiksə, deməli X 0 ilə 1 arasındadır. Və müsbətdə bilir. Niyə bildiyim? X 0 ilə 1 arasında olanda kvadratı tutaq ki, deyək, məsəl üçün 2-də 1-dir. Bax, belə düşünün. Uşaqlar, izah edirəm, ona görə uzun deyəcəm. 2-də 1 olsa kvadratı nə eləyəcək uşaqlar? 4-də 1. 4-də 1-dən 2-də 1 çıxsaq, təbii ki, mənfi alacağıq. Düzdür? Ona görə biz bilirik ki, bu 0 ilə 1 arasındadır. Yəni müsbət. X müsbətdirsə, deməli y nədir? Mənfidir. X-i də tapdıq müsbət. İndi X müsbətdirsə, onda Z də müsbət 2. Hasil nə edib? 0-dan böyükdür. Z də tapdıq müsbət. İndi bizə lazım olanları tapdıq. İndi məxrəcə baxırıq, daha doğrusu aşağı baxırıq. Hansı doğrudur? Z 0-dan kiçikdir. Bu yanlışdır. X ilə Z 0-dan kiçikdir. X ilə Z 0-dan kiçikdir. Bu da yanlışdır. Y ilə Z 0-dan böyükdür. Xeyr, bu da yanlışdır. Diqqət edək bura. 1 çıxaq X deyir 0-dan kiçikdir. Xeyr, bu yanlışdır. Onda belə çıxır ki, D variantı doğru olur. X-dan deyir Y çıxanda nə edir? 0-dan böyükdür. Baxın uşaqlar, X-imiz 0-dan böyükdür. Y-imiz isə kiçikdir. Həqiqətən X-dan Y çıxanda 0-dan böyükdür. Cavabımız olar D variantı. 13-də isə deyir ki, ABC bərabər tərəfli üçbucaqdır. Nə gözəl. Bərabər tərəfli üçbucaq. Görək bu nədir? Mediandır. Nə fərqi nədir ki? BH AC-yə perpendikulyardır. BH AC-yə perpendikulyardır. Deməli bu həm tənbüləndir, həm hündürlükdür, həm mediandır. Bunu biz bilirik. Buradan bir dənə K, buradan bir dənə M hündürlükləri çəkilib. Deyir AB 6-dır. Bütöv deyir 6-dır. Onda burada 6-dır, burada 6-dır, bura 3-dür, burada 3-dür. 60 olduğu üçün bura 30-dur. Bura 1.5-dir, bura 4.5-dir. Görək hələ bizdən nəyi soruşacaq? 1.5, 4.5. İndi neyi soruşur görək? Bizdən soruşur ki, HK ilə HM-in cəmini soruşur. HK üstəgəl HM. Zaten bunlar bir-birinə bərabərdir. Bu 60'dır. İndi nə deyir? Bir-birinə bərabərdir. İndi bizə nə deyir? Bunların cəmini tapın. Aha, baxaq. Biz bilirik ki, 60 dərəcəli bucaq qarşısındakı katet digər katetdən kök ətə 3-dəyə böyükdür. Deməli, bura 1.5 kök ətə 3-dür. Üstə gəl 1.5 kökdə 3 gəlsək, hər ikisi eynidir. Bu deyir 3 kökdə 3 santimetr. Cəmimiz olar A variantı. 14-cü sualda isə bizə nə deyir? Aşağıdakı kəsirlərdən hansı 9-da 2 ilə 18-də 7 kəsirinin arasında yerləşir? Uşaqlar, 9-da 2 ilə 18-də 7 arasında yerləşmək üçün gəlin bunun məxrəcin 18-də. Bu 18-də 4 deməkdir. İndi diqqət edin. Bu ədədlər arasında bir ədəd yerləşir ki, o x-dir və bu 5 dənədən biridir. Uşaqlar, məxrəclərin gəlini edək. 3-də 1-i nə yaza bilərik? 18-də 6 kimi. Düzdür, elə cavab da budur da. Cavabımız olar A variantı. 1-1. 18-ə yatırıq məxrəclərin. Hansı bu arada yerləşirsə odur. Bu ilə 18-də 6 birinci, yəni 3-də 1. Bu da bizim cavabdır. 18-də 6 bu aralıqda yerləşir. 15-ci sualda isə aşağıdakı ədədlər cütündən neçəsi qarşılıqlı sadədir? Uşaqlar, birinci 1 ilə 9 qarşılıqlı sadədir. İkinci 1 ilə 18 qarşılıqlı sadədir. Sonra 17 ilə 19 qarşılıqlı sadədir. Üçüncü cavabımızdır. 18 ilə 19 dördüncü qarşılıqlı sadədir. Ondan sonra 18 ilə 20 qarşılıqlı sadə deyil. Neçəsi oldu? 4'dür. Cavabımız D bəndə olar. 16'da isə 16'da deyir ki, N A ilə B-nin kəsişməsi 1'dir. N B çıx A isə
12'dir. N, A ilə B-nin birləşməsi isə deyir 16'dır. Bizdən N A-nı soruşur. Necə tapa bilərik? Baxın uşaqlar, birinci diqqət edək İllir-Venn diaqramına. Bu olsun A, bu olsun B. Deyir A ilə B-nin kəsişməsində bir dənə element var. Bir dənə nöqtə qoyuram. Bir dənə element var. Sonra deyir B-dən A çıxanda, B-dən A-nı çıxanda 12 qalır. Deməli belə çıxır ki, burada 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə element var. Tək B-nin içində. A-sız B-nin içində də yəni. Onda NB nədir? NB 13'dür də belə çıxır. 12 burada, biri də burada. İndi bizə diqqət edək. NA birləşmə B vardı yadınızdadırsa. NA ilə B-nin birləşməsi nəyə bərabər idi? NA üstəgəl NB çıxaq NA kəsişmə B. Belə idi. İndi diqqət edək. Deyir ki, bu 16'dır, bərabərdir. NA üstəgəl NB-nin əvəzinə mən 13 yaza bilərəm. Çıxaq kəsişməsi də 1'dir. Burada onda 16 bərabərdir NA üstəgələk 12. Onda NA bərabər olan nəyə? 4'ə. Yox, uşaqlar, burada bir yanlışa yol verdim. Baxın, yazıb ki, N B-yə çıx A 12'dir. Mən axı burada B-yə tək 13 deyə bilmərəm. Bu A-dakı elementlərin sayını bilmirəm axı. Mən yalnız bunu çıxdım dedim. 13. Yox, B-yə biz 13 verə bilmərik uşaqlar. Mən burada səhv elədim. Onda gəlin bunu sileyim. Baxa, görək necə yaza bilərəm. Baxın, bu NB-dir, bu NA-da bilmirik neçə element var. Bunu onda hansı formada yazaq? Bunu yaza bilərik. Necə idi düstur? NA birləşmə B bərabərdir N A çıx B üstəgəl N B çıx A bir də üstəgəl N A kəsişmə B. O bir düstur, düzdürmü? 2 dənə düsturu var da. Burada yazıram, nə idi bu? 16 idi. 16 bərabərdir. N A çıx B-ni bilmirik. Düzdür? N A çıx B üstə gələk. Bunu bilirik. Nə idi bu? Vermişdə 12 idi. Bir də üstdən gələk bu 1 var idi. Kəsişməsi 1'dir axı deyir. Burada yazıram N A çıx B bərabərdir. 16 çıxaq, neçə 13 yerdə? Bu deyir 3. A çıx B-ni tapdıq 3. Yenə uşaqlar biz NA-nı tapmaq üçün A ilə B-nin fərqində 3-dürsə, deməli uşaqlar baxın, Venn diaqramına baxın. 1, 2, 3 element burada var. Ümumi A-da olan elementlər 4 dənədir uşaqlar. 3 üstəgəl 1, 4 edir. Yəni bayağı da əslində düz tapmışıqmış. Mən sadəcə fikirləşdim ki, ola bilsin ki, mən onun yerinə B-ni yaza bilmərəm. Amma xeyr, doğruymuş sən demə. Belə uşaqlar, cavabımız oldu 4. Arxasından yazıram 4. 17'də isə radius 18'den çevrənin böyük vətəni tapın. Uşaqlar, çevrənin ən böyük vətəri onun nəyidir? Diametridir. İndi bunun radiusu 18-dirsə, o bir radius 18-dir. Deməli, diametr neçə olacaq? 18 plus 18, yəni 36 cm. 18-ci sualda isə 3 üstəgəl 4'də 3 çıxaq 1 tam 4'də 1 yazıram 4'də 5 vur 5'də 3. Toplasam eləyər 4'də 15 çıxaq bunu ixtisarləsək 4'də 3. Qalar 4'də 12 o da 3 deməkdir. Cavab 3. 19-cu sualda isə A, B, C natural. Deyir A, B, C daxildir nəyə? Natural ədədlərə. Görək nə deyir? Deyir 2A bərabərdir 3B, o da bərabərdir 4C. Olarsa A plus B plus C'nin ən kiçik qiymətini tapın.
Necə tapa bilərik uşaqlar? Gəlin 2-yə, 3-ə, 4-ə bir əkop tapaq. Yazıram ə2 o bu. 2, 3, 4. Bu bizə nəyi verir? 12-ni. Əkobumuz 12-dir. Deməli, A-ya nə deyə bilərik? 2A 12-dirsə, A 6-dır, B 4-dür, C isə 3-dür. İndi A, B, C-nin cəmini neçə eləyər? A plus B plus C-nin cəmi 6 ilə 4-ün və 3-ün cəmi bizə 13-ü verər. Cavabımız olar 13. 20-ci sualda isə D1, D2 paralel olarsa, D1 paraleldir, D2 olarsa, şəkil əsasını x tapın. Deməli, 2 düz xəttin üçüncü ilə kəsişdiriblər. Daha sonra belə bir x bucağı ayırıblar. Deyir, bu 40 dərəcədir. Bura 140-dır. Onda bütöv bura 140-dır. Bura 100 veribsə, bura nə olar? Deməli, 100 ilə x-in cəmi 140 etməlidir. Onda x bərabər 40 dərəcə. Cəmimiz olar 40 dərəcə. Daha sonra kənarından yazıram 40 dərəcə. 21-ci sualda isə deyir, A ədədinin 30%, B ədədinin 75%-nə bərabər olar. B ədədi A ədədinin neçə faizdir? Gəlin tapaq bunu. 4-də 3, bu da 10-da 3. Deməli, 10-da 3A bərabərdir 4-də 3B-yə. Çarpaz vursaq, 12A bərabərdir 30B-yə. Burada hər tərəfi 6-ya ixtisarləsək, qalar 2A bərabərdir 5B-yə. İndi bizdən nə deyir? B ədədi A ədədinin neçə faizdir? B ədədi A ədədinin x faizdir. Düzdür? Necə tapaq? Gətirək yerinə qoyaq. Burada A-nın əvəzinə 2/5B yaza bilərəm. Düzdür? 2/5B vuraq x faiz bölək 100. Çarpaz vursaq 2/5bx bərabərdir 100 dənə B-yə. B-ləri heç atıram. Burada x faiz bərabərdir 100 bölək 2/5. Düzmü yazıq? X bərabər nəyə? 40%. Cəmimiz eləyər. Bizə nəyi soruşurdu? Neçə faizdir? 40%-dir. Sonra 22-yə baxırıq. Deyir ki, ifadənin qiymətini hesablayın. 1 bölək 3 üstəgəl 2 kökdə 2 üstəgələk 1 bölək 3 çıx 2 kökdə 2. Ortaq məxrəc uşaqlarının hasilidir. Çünki qarşılıqlı sadələrdir. 3 çıx 2 kökdə 2 daha doğrusu qoşmadılar. Biri digərinin qoşmasıdır. 3 üstəgələk 2 kökdə 2. Bunu buna böləndə eləyər 3 çıx 2 kökdə 2 üstəgələk 3 üstəgəl 2 kökdə 2. Bunlar heç ikidir. Qalır nə? 6 bölək bunun da hasili 9 çıx 8 bərabərdir. 6 bölək 1 bərabərdir 6. Cavabımız 6. Sonra isə 23-ə baxaq. 23-də isə düzgün altıbucaqlı. Deməli, düzgün altıbucaqlı AB 8-dir. Təsvirdəki bu düzgündür. Mən biraz səliqəsiz çəkdim təbii ki. Bu F, C, A, B, Y, bu da D. Bizə nə deyir? Deyir ki, AB 8-dir. Deməli, bütün tərəflər 8-dir. Biz bilirik ki, böyük diagonal tərəfin ikimsildir. Deməli, böyük diagonalımız 16-dır. Trapesiyanın orta xəttini tap.
Sonra bu orta xətt necə taparıq? Trapesiyanın orta xətti ortacaların cəminin yarısı idi. Deməli x nəyə bərabərdir? 16 ilə 8-in cəminin yarısına. O da eləyər 12. Orta xəttimiz oldu 12 sm. 24-də isə y bərabərdir 3 düz xəttinə paralel olan y bərabərdir 3x düz xəttinə paralel olan M2 10 nöqtəsindən keçən düz xətt o y oxunu hansı nöqtədə kəsir? Diqqət edək. Deməli bu olsun bizim x olsun y. Deyir ki y bərabər 3x. X belədirsə 3x daha koordinat başlanğıcına keçib bu formada irəliləyir. Aha, bu olsun bizim, burada yazıram, y bərabərdir 3x. Aha, xəttinə, deyir bu düz xəttinə paralel olan, nə? Düz xət, y bərabərdir, o da olsun kx. Üstə gələk b, düz xət deyirək. Deməli, k'lar paraleldirsə k'lar bərabərdir. Onda y bərabərdir 3x plus b-dir. Bu 3 biraz səliqəli yazım. Aha. Deməli, həmin düz xət y bərabər 3x üstə gələk b-dir. Olan bu nöqtəsindən keçən deyir M nöqtəsi 2 10'dur. Yəni y-in qiyməti 10 bərabərdir 3 vuraq 2 üstə gələk b. Buradan b-ni tapa bilərik. 6 b bərabərdir alıram 4. Düzdür? Deməli tənlik necədir? Funksiya daha doğrusu. Kx 3x üstə gələk b-ində 4 tapmışıq. Funksiyamız belədir. Y oxunu hansı nöqtədə kəsir? Y oxunu tapdı, o da 4 nöqtəsində kəsir. Y-in 4'ündən keçir. Buradan. Y nə idi? Y-in 4'ündən keçir. X bərabərdir. Nədə? Buradan da belə ki, bu formada keçir uşaqlar. Və bu funksiyaya paraleldir. Nə? Y bərabərdir 3x üstə 4 funksiya. Buradan keçir. Burada da x-i də olur nə? Mənfi 3'də 4. Bax, bu formada keçir. Cavabımız oldu y 4 nöqtəsində kəsir. Və sonuncu sual isə 25-ci sual. Çevrə üzərində 6 nöqtə qeyd olunmuşdur. Bu olsun bizim çevrəmiz. Aha, 6 nöqtə qeyd olunmuşdur. Təpələri bu nöqtələrdə olan neçə üçbucaq qurmaq olar? 1, 2, 3, 4, 5, 6. İndi bizə deyir ki, çevrə üzərində 6 nöqtə qeyd olunmuşdur. Təpələri bu nöqtələrdə olan, aha, təsvirlə birini çəkilən baxın. Bax, təpələri, hər üç təpəsi burada olan, deyir, neçə üçbucaq qurmaq olar? Uşaqlar, biz bilirik ki, bir üçbucaq qurmaq üçün biz 3 dənə təpə nöqtədən, yəni 3 dənə nöqtədən istifadə edəcəyik. Bu nə demək? Deməli, biz 6 nöqtədən istənilən 3'ünü seçsək, bir dənə üçbucaq qura bilərik. Bu nə deməkdir? Deməli, kombinizon 6'dan 3'ə. Nə deməkdir? 6 faktorial bölək, 3 faktorial vuraq, 6 çıxaq 3 faktorial. Düzdürmü? Bərabərdir. Aşağıda ya da qarşısından yazım, sadələşdirək. Deməli, bununla qısa geçsə qalır 6 vur, 5 vur, 4. Düzdürmü? Bu da eləyir neçə? 3 faktorial. 3 faktorialda 3 vur, 2 vur, 1 deməkdir. Düzdürmü? Bərabərdir. Bununla bu gedir. Bunun ikisi ilə də bu gedir. Qalır 4 vur, 5, 20. Deməli, təpələri bu nöqtələrdə olan 20 dənə üçbucaq qurmaq olar. Bu qədər uşaqlar, kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun. Növbəti videoda görüşərik.